Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Fransanın Kan şəhərinin gündəmində yenidən Azərbaycandır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə burada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kan zəngin mədəniyyətimizin təntənəsinə ev sahibliyi edir. Öz mədəni tədbirləri ilə dünyada məşhur olan Kan bu günlərdə Azərbaycanla bağlı banner və posterlərlə bəzədilib. İyulun 31-nədək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və bugününü yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Mədəniyyəti Günlərinin açılışında iştirak etdilər. Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatıldılar. Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olundu. Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan zəngin mədəniyyəti və qədim tarixi ilə seçilən müasir ölkədir. Azərbaycan-Fransa münasibətləri, bu münasibətlərin inkişafına ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfəsi. Kanda ənənəvi keçirilən Azərbaycan Mədəniyyət Günləri barədə danışan tədbirin aparıcısı bildirdi ki, mədəniyyətimiz və incəsənətimiz Fransada böyük maraqla qarşılanır. Mərasimdə Azərbaycan Mədəniyyət Günləri çərçivəsində həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verildi. Qeyd edildi ki, Bakı 2015 1-ci Avropa oyunları ölkəmizdə ən yüksək səviyyədə təşkil edildi. Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış etdi. Azərbaycan gecəsinin əlamətdar bir gündə 14 iyul Fransanın milli bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik etdi. Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir, deyən Azərbaycan-Fransa parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri bu baxımdan regionlar arası münasibətlərin əhəmiyyətindən danışdı. Son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırdı. Bu ilin noyabrında Gəncə şəhərində Fransa-Azərbaycan Regionlar Arası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirən Mehriban Əliyeva belə formatda təşkil edilən görüşlərin ölkələrimiz arasında olan dostluğa daha bir güclü təkan verəcəyinə əminliyini ifadə etdi. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətini də yüksək qiymətləndirdi. Ötən ay Azərbaycanda ilk Avropa oyunlarının böyük uğurla keçirildiyini qeyd edən 1-ci Avropa oyunlarının təşkilat komitəsinin sədri xarici ölkələrdə bu oyunların təqdimatının ötən il ilk dəfə məhz Kan şəhərində keçirildiyini vurğuladı. İlk Avropa oyunlarının təşkilat komitəsinin sədri Azərbaycanın yığma komandasının ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu böyük qürur hissi ilə qeyd etdi. Dost Fransanın bu oyunlarda 254 idmançı ilə təmsil olunduğunu və 43 medalla 5-ci yeri tutduğunu vurğuladı. Fransız idmançılarını bu qələbə münasibəti ilə təbrik etdi. Mehriban Əliyeva onu da vurğuladı ki, Azərbaycan 2017-ci ildə 4-cü İslam həmrəyliyi oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlər arası dialoqa verdiyi növbəti töhfə olacaq. Azərbaycanın birinci xanımı Pirotexnika Sənəti Festivalı çərçivəsində bu gecə Kan şəhərinin səmasını bəzəyən atəşfəşanlığın Fransa-Azərbaycan arasında olan dostluğun daha bir təsdiqi olacağına əminliyini ifadə etdi. Daha sonra Kan şəhərinin meri David Lisnar çıxış etdi. Mer Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışdı. Bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirdi. Mer Azərbaycana Fransa ilə qurulan əməkdaşlığa görə minnətdarlığını ifadə etdi. Ölkəmizdə bütün sahələrdə olduğu kimi idman və mədəniyyət sahəsində də davamlı inkişafın olmasından danışan David Lisnar qeyd etdi ki, bu amil Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verir. Bakı 2015 1-ci Avropa oyunlarının uğurla keçməsindən və Azərbaycanda müasir idman infrastrukturunun qısa müddətdə yaradılmasını qeyd edən Kanın meri vurğuladı ki, rəhbərlik etdiyi şəhər gələcəkdə ölkəmizin təcrübəsindən bəhrələnmək niyyətindədir. Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır, deyən David Lisnar yaxın gələcəkdə mədəniyyət, turizm və idman sahələrini təmsil edən rəsmi nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduğunu vurğuladı.
Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin tarixinin, mədəniyyətinin dünyada təqdim olunması məqsədi ilə müxtəlif ölkələrdə layihələr reallaşdırır. Fransa və onun regionlarında bir sıra tədbirlər həyata keçirən fond, dünyanın ən seçilən festivallarının təşkilatçısı olan 100 minlərlə turistin ziyarət etdiyi Kan şəhərində artıq 3 ildir ki, Azərbaycan mədəniyyəti günlərini təşkil edir. Bu günlərin keçirilməsi dünya mədəni irsinə əvəz olunmaz şəxsiyyət və əsərlər bəxş edən Azərbaycan mədəniyyətinin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Ölkəmiz həmişə öz zəngin mədəni irsi və dəyərləri ilə haqlı olaraq fəxr edir. İyulun 14-də Kanda ənənəvi pirotexnika sənəti festivalına start verildi. Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi. Beləliklə də Bakı Atəşfəşanlıq qrupu ənənəvi pirotexnika sənəti festivalının açılışını etdi. Ölkəmiz bu festivalı 2013-cü ildən qatılsa da iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur. Ona görə də bu ilki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir. Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Ağamayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşahidə olunması tədbiri daha da maraqlı və rəngarəng etdi. Dəqiqəlik atəşfəşanlıq şousu tərtibatı və ecazkar musiqi müşahidə ilə seçildi. Şou müxtəlif janrlarda musiqinin vasitəsilə Azərbaycanın tərənnümünə həsr olundu. Bu müddət ərzində tədbir iştirakçıları və Kruazet bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi oldular. Bir sözlə, pirotexnika şousunda musiqi işıq effektləri ilə ideal formada uyğunluq təşkil edərək vahid kreativ konsepsiya təqdim etdi. Kanda keçirilən bu ilki ənənəvi pirotexnika sənəti festivalında Azərbaycanla yanaşı Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir. Bu şou Kanın yay mövsümünün ən yadda qalan hadisələrindən hesab edilir. Qalibin müəyyən edilməsində isə mövzunun orijinallığı, şounun quruluşu, musiqinin keyfiyyəti, onun işıq effektləri, vəhdəti və digər meyarlar nəzərə alınır. Bu festival Kanda ilk dəfə 1967-ci ildə keçirilib. 1998-ci ildə bu şou pirotexnika sahəsində ən əlamətdar və böyük tədbirlərdən biri olur. Birinci gün davam edən atəşfəşanlıq şousu festival qalibinin şəninə düzənlənən yekun atəşfəşanlıqla başa çatır. Ölkəmizin təqdim etdiyi bu ilki şou orijinallığı ilə seçilərək Kan şəhər sakinləri və bura dünyanın müxtəlif ölkələrindən gələn turistlər üçün əsl atəşfəşanlıq bayramına çevrildi. Onların xatirində heç vaxt silinməyəcək xoş izlər buraxdı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətimiz, incəsənətimiz, tariximiz, bir sözlə ölkəmizin təbliği ilə bağlı bütün dünyada çox mühüm işlər görür. Bu sırada Kanda keçirilən mədəniyyət günlərində xüsusi əhəmiyyəti vardır. Bu tədbirlər Kanda yaşayan sakinlərin və şəhərə gələn qonaqların diqqətini bir daha zəngin mədəni dəyərlərlə seçilən Azərbaycana yönəltdi. Tural Məmmədov, Mehriban Əfəndiyeva, Fazil Hadiyev, Elxan Axundov, Emin Qəhrəmanzadə, Vüqar Quliyev, Azərbaycan televiziyası, Fransa, Kan.